Ağcabədi rayonunda şəhərdaxili yolların yenidən qurulması və asfaltlanması istiqamətində işlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov görülən işləri nəzarətdə saxlayır. Rayon rəhbəri iş prosesi ilə yaxından tanış olmaq üçün növbəti dəfə həmin ərazilərə baxış keçirib. Məlumat üçün qeyd edək ki, şəhərin bir sıra küçələrində, o cümlədən Həmidə Məmmədquluzadə Dalan 1, Dalan 2-də, Yaqub Məmmədov, Üzeyir Hacıbəyli prospekti Dalan 1-də, Rasim Tağıyev, Tofiq İsmailov, Qamboy Abbasov, Xəlfərəddin Dalan 1, Dalan 2 və Cəfər Cabbarlı Dalan 1 küçələrində asfalt örtüyü çəkilir. İşlərin birinci mərhələsində bütün yollar asfaltlanmaya hazır vəziyyətə gətirilib. Çökəkliklərin doldurulması, narın və digər materialların tökülməsi, yolların hamarlanması təmin olunub. Hazırda isə əsasən asfaltlanma işlərinə başlanılıb və bir neçə küçədə işlər artıq yekunlaşıb. Layihə çərçivəsində indiyədək 12.000 kvadrat metr sahəyə asfalt örtüyü salınıb. Eyni zamanda Avtoyol Təmir Tikinti şirkəti tərəfindən küçələrdə səliqə səhman işləri də aparılır. Yol kənarları təmizlənir, zibil və alaqotlar yığışdırılır. Şirkət görülən işlərdə məsuliyyət və keyfiyyətə xüsusi önəm verir. Hazırda hava şəraitindən maksimum istifadə olunaraq proses sürətlə davam etdirilir. Yaxın günlərdə işlərin tam başa çatdırılması planlaşdırılır. Layihənin uğurla həyata keçirilməsi nəticəsində Ağcabədi şəhər yollarının müasir və komfortlu vəziyyətə gətirilməsi əsas hədəfdir. Bildiyimiz kimi 2025-ci ilin smeta layihələri əsasında Ağcabədi şəhərinin şəhərdaxili küçələrə asfalt çəkilişi bugün davam edir. Bu küçələrə aiddir Həmidə Məmmədquluzadə küçəsi, Yaqub Məmmədov, Tofiq İsmailov, Xəlfərəddin küçəsi, Cəfər Cabbarlı küçəsi, Rasim Tağıyev və digər bir də Qamboy Abbasov küçəsi. Bu küçələrdə bir il hal-hazırda 2-3 küçədə asfaltlaşma işləri başa çatmışdı. Yerdə qalan 10 küçədə də növbəti vaxtlarda asfalt işləri başa çatacaqdır. Bildiyimiz kimi bu küçələrdə artıq bütün küçələrdə deməli alt materiallar verilmişdi. Artıq küçələr hamısı asfalta hazırdır və su kanalizasiya xəttlərində luklar demək olar ki, hamısı qaldırılmışdı. Alt materiallar verilmişdi. İşlər yüksək səviyyədə gedir. Biz hesab edirik ki, yaxın günlərdə son 10-15 gündə işlər tam təhvil veriləcəkdir. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.